Salam dəyərli izləyicilər, əziz tamaşaçılar. Prime TV-nin efirində yayınlanan Qırmızı Masa verilişinin növbəti canlı yayın buraxılışında hər birinizi xoş gördük. Studiyada Rusif Məmmədsoydu. Tarixlər 12 iyun 2026-cı ili göstərir. Həftənin cümə günüdür dəyərli izləyicilər. Bugün də əslində müzakirəmizin əsas istiqaməti Azərbaycana yönəlik, Azərbaycana qarşı hibrid savaşlar və onun detalları ilə bağlı olacaq. Xüsusilə də Azərbaycan milli dəyərlərinə qarşı təhdidlər və bu təhdidlərin hardan gəlməsi ilə bağlı müzakirəmizə də xüsusi yer ayıracağıq. Ekranlara yaxın əyləşin. Bugünkü müzakirəmizi hökmən sona qədər və diqqətlə dinləyin. Ancaq bütün bunlara keçməzdən öncə xüsusi bir qeydi mütləq diqqətinizə çatdırmalıyam ki, bu televiziya verilişi Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində hazırlanmışdır və bu televiziya verilişində əks olunan fikir və mülahizələr müəllifin özünə aiddir və Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər. Əziz dostlar, qeyd edək ki, verilişimizin bugünkü qonaqları beynəlxalq münasibətlər üzrə şərhçi, hörmətli Şəhla Cəlilzadə, xoş gördük Şəhla xanım. Tədqiqatçı, alim, hörmətli Zaur Əliyev, xoş gördük Zaur bəy. Hər ikinizi salamlayırıq, dəvətimizi qəbul edib iştirak elədiyinizə görə minnətdarıq. Həqiqətən bugünkü müzakirəmiz çox önəmlidir, çox aktualdır, bütünlükdə hər birimizi dərindən maraqlandıracaq hadisələrdən biridir. Mən istəyirəm Şəhla xanım, biz xüsusilə nədən başlayaq? Ümumiyyətlə hibrid savaşlar nədir? Biz onu daha çox hansı dövrdə bu savaşları müşahidə etdik? Xüsusilə də Azərbaycan milli dəyərlərinə qarşı bu savaşlar deyərkən həm də nələr nəzərdə tutulur və bunlar hansı istiqamətdən gəlir? Öncəliklə dəvət üçün təşəkkür edirəm, izləyicilər salamlayıram. Sualınıza cavab olaraq ilk öncə qeyd edeyim ki, hibrid təhdidlər xüsusilə son 5-10 və daha bu ətrafda, bu illərə əhatə edən dövrdə gedərək artmaqdadır və dövlətlər hibrid təhdidlərlə mübarizə metodları və strategiyaları inkişaf etdirməyə çalışmaqdadırlar son illərdə. Və hibrid təhdid özü nədir deyərkən, ilk öncə onu vurğulamaq lazımdır ki, əgər əvvəllər dövlətlərin təhdid olaraq algıladığı ərazi, bütövlüyünə təhdid, iqtisadi azadlıqlarına qarşı olan təhdid nəzərdə tutulurdusa, iqtisadi məsələn suverenliklərinə, ümumilikdə suverenlik anlayışına olan təhdid nəzərdə tutulurdusa, son illərdə informasiya texnologiyalarının kütləvi inkişafı, eyni zamanda müasir texnologiyaların vasitəsilə yaradılan insanlarla yeni kommunikasiya üsulları nəticəsində insanlarla əlaqələrdə onların şuurlarına təsir edən yeni metodlar, yeni texnologiyalar formalaşır, inkişaf eləyir və bu çərçivədə artıq düşüncələrin fəth olunması deyək, diqqətin yönəldilməsi deyək, yəni informasiyanın vaxtilə məsələn Mahan dəniz gücü konsepsiyasını ortaya qoymuşdu 19-cu əsrin son 20-ci əsrin əvvəllərində. Artıq okeanlar dəniz yəni gücü deyil də informasiya axınlarının olduğu informasiya okeanlarında olan təhdidlərdən söhbət gedir. Yəni buradakı güc faktorlarından söhbət gedir və bu informasiya axınları dövlətlər tərəfindən elə formada idarə olunur ki, onlar bu və ya digər şəkildə dövlətlərin milli təhlükəsizliyinə təhdid yarada bilirlər. Başqa sözlə, əgər hərbi güc vaxtı ilə əsas strateji resursuydusa, daha sonra iqtisadi güc strateji resursuydusa, artıq informasiya və informasiya axınlarına nəzarət edə bilmək və onların yaratdığı təhdidlərin önlənməsi və bu istiqamətdə strategiyaların formalaşdırılması dövlətlərin əsas qayğılarından biri olaraq hal-hazırda yer almaqdadır. Hibrid müharibə o deməkdir ki, burada eyni zamanda hərbi taktikalarla yanaşı, hərbi strategiyalarla yanaşı, eyni zamanda informasiya manipulyasiyaları yer alır. Kiber təhdidlər burada qeyd oluna bilər. Eyni zamanda informasiya müharibələri burada nəzərdə tutula bilər və bu çərçivədə müxtəlif yeni anlayışlar ortaya çıxır. Məsələn, dezinformasiya anlayışı ortaya çıxır, informasiya warfare, yəni ki, informasiya müharibələri anlayışı ortaya çıxır, hüquqi çərçivədə həyata keçirilən müharibələr, lawfare anlayışı ortaya çıxır və bunlar hamısı günümüzün reallıqları çərçivəsində eyni zamanda Azərbaycanın da qarşılaşdığı təhdidlər formasında bizi də narahat eləyir təbii olaraq. Xüsusi olaraq Vətən müharibəsində dövlətimizin qazandığı şanlı tarixi qələbədən sonra ölkəmizə qarşı olan bu cür hibrid müharibə hücumları
hibrid hücumlar daha da artmışdır. Düzdür ki, əvvəlki dövrlərdən də olub bu. Məsələn, hətta Amerika qlobal güc, Amerika Birləşmiş Ştatları qlobal gücdür. Amma o belə 2015-ci ildən bəri bəs bu təhdiddən narahat olduğunu biruzə verməyə başlayıb. Bu istiqamətdə strategiyalar, yanaşmalar ortaya qoymağa başlayıb. Xüsusilə də nəzərə alsaq ki, həmin dövrdə Rusiya və Çin faktorları seçkilərə müdaxilə kimi məsələlər gündəmə gəlməyə başlamışdı və məhz informasiya müharibələri çərçivəsində həm cəmiyyətlərin demokratik idarəetmə strukturlarının, insanların hüquq və azadlıqlarının, etnik və dini, milli, ümumilikdə bütün bu hisslərini və bütün bunları əhatə edən bir şəkildə insanların ən aşağı təbəqələrə nüfuz eləyə biləcək informasiya manipulyasiyalarından söhbət gedir və bu çərçivədə hətta artıq qeyd etdiyim kimi Amerika Birləşmiş Ştatları belə 2015-ci ildən bəri bu istiqamətli strategiyalar formalaşdırmağa başlayıb. Məsələn, ən son bunun qarşısının alınması istiqamətində görülən tədbir olaraq 25-ci ildə hibrid hücumlarla mübarizə üzrə koordinator vəzifəsi təsis olunub Amerika Birləşmiş Ştatlarında və bu artıq bu istiqamətdə nə dərəcədə dövlət tənzimləməsinin, hətta Amerika Birləşmiş Ştatları nümunəsində belə vacib, gərəkli və günümüzün əsas tələblərindən biri olduğunu ortaya qoyur. Azərbaycana gəlincə, qeyd etdiyim kimi, Vətən müharibəsindən sonra bu hücumlar get-gedə artmaqdadır. Və daha açıq şəkildə. Bəli, açıq şəkildə biz bunu əvvəllər də müşahidə etmişdik. Məsələn, Avropa Parlamentində daim ölkəmizə qarşı insan hüquqları və sair kimi kontekstdə hücumlar olubdu. Lawfare çərçivəsində qeyd etdiyim kimi, bunlar parlamentin müxtəlif yalan və saxta iddialara əsaslanan hüquq çərçivələri formalaşdırmağa çalışıblar və bu istiqamətdə müxtəlif, məsələn, dövlət özü Azərbaycanla münasibətinin yaxşı olmasına çalışır, lakin maliyyələşdirdiyi QHT-lər və sair təşkilatlar vasitəsilə, media orqanları vasitəsilə saxta və yalan məlumatları, insanların fikirlərini yönləndirəcək, cəmiyyəti parçalamağa çalışacaq, münasibətlərin dəyişdirilməsində rol alacaq informasiya, dezinformasiya kampaniyaları və eyni zamanda məhkəmə işləri çərçivəsində də artıq qeyd etdiyim kimi bu hücumlar təşkil olunurdu. Lakin xüsusilə 2020-ci ildən sonra bunlar həddindən artıq artmışdı. Məsələn, ən son cənab prezident Avropa Siyasi Birliyinin İrəvanda baş tutan sammitində də vurğuladığı kimi Avropa Parlamenti təkcə ötən bir neçə ildə, müharibədən ötən bir neçə ildə ölkəmizə qarşı 20-yədək müvafiq qətnamə qəbul etmişdi, qərəzli qətnamələr qəbul etmişdi. Təkcə bu deyil. Daha öncə biz qeyd etdik ki, bu eyni zamanda həm siyasi sferada təzyiqlərlə müşayiət olunur. Eyni zamanda insanların, cəmiyyətin birliyini pozacaq və açıq təhdidlər formasını ala biləcək şəkildə də dezinformasiyalarla cəmiyyətlə işləməyə çalışırlar. Hüquqi əsası olmayan, yaradılmış əslində təşkilatlar, media və sair vasitəsilə cəmiyyətlərə nüfuz etməyə çalışaraq onların vahid dövlətçilik, milli hisslərini, vətənpərvərlik hisslərini zədələməyə çalışan da müvafiq kampaniyalar aparırlar ki, bunları da hibrid hücumların çərçivəsində biz qiymətləndirə bilərik. Məsələn, milli azlıqlarla bağlı hazırlanan hesabatlar, xüsusilə də orada bəzi məsələləri orada əhatə eləyir. Azərbaycana qarşı haqsız, ədalətsiz və qərəzli informasiyalar və iddialarla doludur və bütün bunları biz hibrid hücumlar olaraq qiymətləndirə və təsvir edə bilərik qısacası. Hörmətli Zaur bəy, eyni sualları sizə də ünvanlayıram. Azərbaycan milli dəyərlərinə qarşı açılan savaş özündə həm də nələri ehtiva edir? Çox sağ olun ki, efirə dəvət eləmişsiniz. Şəhlə xanımı dinlədim. Çox gözəl nəzəriyyəni, çox gözəl bugünkü günü əhatə elədi. Ancaq mən hesab edirəm ki, bizim Azərbaycana qarşı hibrid müharibənin kökü Türkmənçay müqaviləsindən sonra başlayır. İndi bunu izah edəcəm. Bugün informasiya texnologiyaları günüdür. Bugün bizim əlimizdə kompüter var, internet şəbəkəsi var. Amma o zaman torpaqlarımıza köçürülən və Rusiyanın birbaşa xətti ilə ölkəmizə köçürülən ermənilərin ən birinci məqsədi mədəni irsimizə və milli mənəvi dəyərlərimizə vurmaq üçün vurduğu zərbələr hibrid müharibənin başlanğıcıdır. Birinci, toponimlərimiz dəyişdirildi. İkinci, Azərbaycana məxsus abidələr dəyişdirildi. Azərbaycan xalqının keçmişi ilə bağlı olan Alban kilsəsi erməniləşdirildi. Ardınca Azərbaycana aid nadir sənətlər, arxivlər hamısı yox edildi. Abidələr erməniləşdirilməyə başladı.
kəndlər erməniləşdirilməyə başladı. Məsələn, bizim məscidlərimizin Rusiya tərəfindən sökülərək yerində ermənilərə şərait yaradılması prosesi baş verdi. Bu davam elədi və bunun nəticəsi 1905, 1906, 1918-ci il soyqırımları oldu. Ardınca Cümhuriyyətimizə aid Sovetlər Azərbaycanı, Bolşeviklər Azərbaycanı işğal edəndə Mikoyan, Şamiyan və Leninin birbaşa Stalinin göstərişi ilə Azərbaycanda olan nadir tarixi sənədləri, müqavilələr, dövlətlər arası bütün nə əhəmiyyətli bir sənədlər var ki, Azərbaycan xalqının keçmişini əks etdirəcək. Onlar sıradan çıxarıldı. Azərbaycanda tapılan nadir kitablar erməniləşdirildi, ruslaşdırıldı və nəticə hibrid müharibə davam elədi Sovet dövründə də. Sovet dövründə Zəngəzur ərazimiz ermənilərə demək olar ki, verildi. Orada olan abil erməniləşmə siyasəti baş verməyə başladı. Sonra 60-cı illərdə Qarabağda, Xankəndində aksiyalar baş verdi və o Nənə Baba heykəli ki var, özünüz görürsünüz. O hibrid erməniləri bizə apardığı hibrid müharibənin bir parçasıdır. Nədir ki, onlar göstərməyə çalışırlar ki, bunlar burada qədimdən olublar. Yəni erməni qədimliyinin Rusiyanın əli ilə və aparılması bir hibrid müharibənin başlanğıcıdır. Yəni onlar hesab edirlər ki, bu müharibənin başlanğıcı ondan başladı. Ki, ermənilər Azərbaycan tarixinə aid hər şeyi, milli, mədəni dəyərləri erməniləşdirməyə başladılar və Rusiya da onları məhv etməyə başladı. Sonra hibrid müharibə başladı. 80-cı illərin ortalarında Sumqayıt hadisələri, ondan qabaq Tovuzda baş vermiş kiçik hadisələr, sonra 20 yanvar hadisəsi, ardınca Xocalı və torpaqlarının işğal olunması. Bunlar hamısı Amerikanın sonradan Amerika bu məsələyə qoşuldu Rusiya ilə birlikdə. Ermənilər lobbisinin və ermənilərə dəstək olan Rusiya, Fransa, Amerika və digər dövlətlərin təzyiqi nəticəsində bu hibrid müharibədə biz uduzmamıza baxmayaraq, biz məğlub kimi qəhrəman başladıq. 9-7-ci düzəliş Amerika Senatında informasiyamızın zəifliyinə görə baş verdi. Azərbaycan torpaqları işğal olunmasına baxmayaraq bizim hibrid müharibə bizim haqlı olduğumuzu dünyada haqsız göstərməyə başladı və gəldi çıxdıq informasiya texnologiyaları dövrünə. İndiki müasir dövrdə. Hibrid müharibə Azərbaycanda yayılanda ilk növbədə olaraq saytlar vasitəsilə, əvvəllər jurnallar, kitablar vasitəsilə bu yayılırdı və jurnallarda, kitablarda bizim alt şüurumuza təsir edən Azərbaycançılıq kimliyimizə, milli kimliyimizə, tarixi şəxsiyyətlərimizə olan hücumlar başladı. 80-cı illərin sonu 90-cı illərdən birdən-birə Şah İsmail düşmən oldu, Babək düşmən oldu, birdən-birə Nadir Şah düşmən oldu. Sovetdən başlanan siyasət başlandı belə bir bizi davam etməyə başladı. Erməni uydurma qəhrəmanları dünyaya yayılmışdı. Qarabağ erməni torpaq kimi göstərilməyə başladı. Saxta xəritələr ortaya çıxdı, saxta kitablar ortaya çıxdı. Nəticədə indi gəldik, çıxdıq işğala. Biz işğal olunda da belə, biz məğlub idik. İnformasiya cəhətdən məğlub. Çünki bizim apardığımız müharibə, Şəhlə xanım gözəl qeyd elədi, həm hərbi sahədə, həm də informasiya sahəsində idi. Biz informasiyasında çox uduzmuşduq. Çox uduzmuşduq. Bizim alimlərin əsərləri dünyaya çıxmırdı, bizim alimlər xaliz dil bilmirdik, biz Rusiya arxivləri əsasına qırağa çıxa bilmirdik. Şükür, 94-cü ildən bu proses dəyişməyə başladı. Azərbaycan yavaş-yavaş xarici ölkələrə təhsil almağa getdilər, orada arxivlərə çıxdılar və nəticədə bugün odur ki, hibrid müharibə indi tamam başqa formada davam edir. İndi biz qələbəyə qədər bir hibrid müharibə var, qələbədən sonraki. Məsələn, hibrid müharibə qələbəyə qədər nə idi? İndi mən 2 dəqiqə vaxtınızı alacağam. Tamamilə razıyam, bəli. Bunu geniş müstəvidə belə danışırıq. Azərbaycanın tarixində ən böyük layihələrdən biri Bakı-Tbilisi-Ceyhan layihəsi. Bunu hər kəs bilir. Bakı-Tbilisi-Ceyhan layihəsi Azərbaycanı dərinlikdən çıxartdı. Bunu etiraf edək ki, bu layihə olmasaydı Azərbaycan beynəlxalq təşkilatları ölkəmizə cəlb edə bilməzdi. İndi onun iqtisadi, sosial tərəflərini kənara qoyuram, beynəlxalq tərəfindən danışım. Nəticə nə baş verdi? Beynəlxalq təşkilatlar Azərbaycanda layihələrdən qeyri-hökumət təşkilatlarına, hansı ki, indi rəhbərləri burada yoxdurlar, köçüblər xaricə, anti-BTC layihəsi yaratdılar. Bəli. Anti-BTC koalisiyası yaratdılar. Böyük miqdarda pullar ayırdılar ki, Azərbaycan anti-BTC-nin təbiətə, insanlara vurduğu ziyanı dünya göstərsinlər. Nəticə nə oldu? Nəticə oldu ki, Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəmərindən Avropa Yenidən Qırım İnkişaf Bankı və digər bankların bizə ayırdığı maliyyə əgər bizim geri qaytaracağımız məbləğ 1% idisə, artıq o anti-BTC-lərin sayəsində onlar ayda 300-500 manat hesab edirlər ki, bunlar böyük iş görürlər, güya təbiəti qorurlar. Amma nəticədə oldu ki, Azərbaycan 1% üstünə təzən əlavə faiz verməyə başladı. Bu ki, milyonlarla dollar pul deməkdir. Yəni onların ayırdığı 100 min anti-BTC-lər
onlara milyonlarla pul qazandırmağa başladı. İkinci hibrid müharibə nədən başladı? Bəyin xarici qeyri-hökumət təşkilatları Azərbaycanda məcburi köçkünlər və gənclər arasında anti-müharibə, sülh ideologiyasını yaymağa başladılar. Nəticə nə oldu? Azərbaycanda bir uzun müddət heç kim müharibəyə getmək istəmirdi. Heç kəs döyüşə, əskərliyə getmək istəmirdi. Hamı xaricə qaçmaq istəyirdi və heç kəs istəmirdi ki, müharibədə ölsün. Müəyyən o qeyri-hökumət təşkilatları hansı ki, onlar beynəlxalq təşkilatlardan maliyyələrdilər. Onlar gedirlər regionlarda müəyyən veteranları, müəyyən ailələrə göstərdilər ki, baxın sizin daxiliniz belə olacaq, müharibə olmasın, siz ermənilərlə sülh yaşayaq. Hətta gəlirdilər məcburi köçkün uşaqlarına sülh üçün, nə bilim, tankın ucunda gül çəkdirirdilər, nə bilim, gəlirdilər uşaqlara belə əl tutmaq şəkillər çəkdirdilər. Ermənilər düşman obrazı kimi bizim beynimizdən çıxırdı. Hətta belə bir psixologiya yaymışlar ki, məktəblərdə, universitetlərdə təbliğat aparırdılar ki, bəyən onların layihələr əsasında ki, Azərbaycanlı gənclər müharibəyə getməsinlər, ermənilərin günahı yoxdur. Filmlər çəkilirdi, onların sülh filmləri çəkilirdi ki, onların günahı yoxdur. Paralel layihədə Ermənistanda aparılırdı və ermənilər uşaqları isə tank şəkilləri çəkirdilər, raket şəkilləri çəkirdilər. Bizimkilər gül çəkirdilər, çiçək çəkirdilər, quş çəkirdilər. Onlar tank, RMP və bu hibrid müharibə gəldi, nəticəsi nə oldu ki? Gəldi aprel hadisələrində bu qədər şəhidimiz oldu, Mübarizin şəhid oldu, 20-ci il və müharibə gəldi çıxartdı və Qarabağ zəfəri qazandı. Və bu onu göstərdi ki, hibrid müharibə, subliminal mesajlarmı deyək, 25-ci kadr effekti ilə mi deyək, vizual filmlər vasitəsilə mi deyək, saxta xəritələr, saxta vasitəsilə göstərildi ki, bu müharibənin nəticəsi Azərbaycan dövlətinin ordusu bu hibrid müharibənin təsirinə düşmədi. Biz hibrid müharibənin təsirinə düşsəydik, bugün o 20 zəfər müharibəmiz, zəfər qələbəmiz olmayacaqdı. Azərbaycan Xocalını unutmadı. Azərbaycan cəmaəti bizim və əksər ziyalılarımızın sayəsində, əksər insanlarımızın, mətbuatımızın sayəsində Xocalını unutmadı. Polad Həşimovun ölümünü unutmadı. Deyək, Mübariz İbrahimovu unutmadı. Deyək, digər qəhrəmanlarımızı unutmadı. Üzr istəyirəm Zabir, burada sizcə genetik kod öz rolunu oynayırmı? Genetik kod yox, birisi nədir? Savadsızlıq rol oynayır. Yox, biz nə demək istəyirəm? Tutaq ki, bu hibrid savaşlar Azərbaycan xalqına öz təsirini göstərmədi. Biz müharibədə, nəinki bizi müharibədən yayındırmaq, hər kəs küçələrdə idi, müharibəyə getmək istəyirdi. Bu genetik kodla mı bağlıdır? Yəni yox, təbliğatdan çox şey asılıdır. Aha. Dövlət başçısı və çıxışları, açıq deyək də, dövlət başçısının müharibənin çıxışları böyük təbliğata dəstək oldu. Onun şüarlar var idi ki, o şüarlar bir gün özündə də hələ gündəmdədir. Bilirsiniz, Azərbaycan xalqı bir şiirdir, yatmış bir şiirdir. Oyatdın, yatızdıra bilmərsən. Biz 20-ci ildə oyandıq və sübut elədik ki, ətrafımızda nə qədər çaqqal olur olsun, biz şiirliyimizi göstərəcəyik. Təbiətin qanunları da, vəhşi təbiət qanunları, cəngəllik qanunu biri var, meşədə olsun, biri var şəhər metropolda olsun da. Biz sübut elədik ki, biz bacara bilərik və bacardıq da. Çünki bizim keçmişimiz, tariximizdə bizim imperiyalarımızın sayı dünya ölkələrin imperiyanın sayından çox olubdur. Dövlətlərimizin sayı digər dövlətlərin tarixindən çox olubdur. Bizim Azərbaycan tarixinə baxanda böyük imperiyalarımız, böyük dövlətlərimiz, böyük tarixi şəxsiyyət. Bugün dünyanın hansı tarixinə gedib baxsaq, Azərbaycan tarixində olan qədər qəhrəman döyüşçü qadın, ya qəhrəman insanların sayı qədər adam tapa bilməsən. Müəllim, çox doğrudur. 2-3 nəfər tapa bilərik də. Məsələn, ermənilərin Sassuolu Davidi əslində qalsa ilə saxtakar biri olubdur. İngilislərin Robin Hoodu oğru olubdur. Və yaxud da deyək ki, Amerikanların, nə bilim, Hinduları hamısı cinayətkar olublar. Bizim Azərbaycan tarixinə baxsan, qəhrəmanlarımızın sayı kifayət qədər çox. Kifayət qədər qədər. Bu da gen də rol olur. Mən üzəm şərəm. Gen də çox böyük rol olur. Razıyam. Mən onu demək istəyirəm. Amma geni oyatmaq üçün təbliğat çox önəm daşıyır. Və çox doğru deyirsiniz Əzər müəllim və eyni zamanda onu qeyd etmək istəyirəm ki, bizim əslində dövlətçilik tariximiz çox qədimdir, dərindir, güclüdür. Müəllimin də vurğuladığı çox saylı imperiyalar türklərin, Azərbaycanlıların liderliyi ilə qurulubdur. Çox maraqlıdır ki, məhz ermənilərin apardığı və erməni lobbisinin və onları dəstəkləyən qlobal güclərin əli ilə aparılan təbliğat, təşviqat işlərinin nəticəsində Avropanın əsas sənədlərində, parlamentə müxtəlif, yəni onlar üçün təqdim olunan hesabatlara, onların verdiyi açıqlamalarda Azərbaycanın dövlətçilik tarixinin 1918-ci ildən başladığı qeyd olunur. Və mən şəxsən özüm onların sənədlərini araşdıranda qarşıma çıxan bir çox sənədlərdə görmüşəm ki, yəni Azərbaycan dövlətçiliyi sanki 1980-ci mövcud deyil tipində bir təbliğat aparıblar onlar. Bu əsasda qədim erməni dövlətçiliyinə dair mifləri qabardıblar hər zaman.
onların hətta xatırlamaq olar ki, Vətən müharibəsi günlərində, 44 günlük müharibə dövründə bilirik ki, onların əsas dəstəkçiləri, himayədarları Fransadır. Və Fransada müxtəlif tədbirlər keçirilirdi. Müharibəyə dəstək hakatonları, müxtəlif yardım kampaniyaları və s. aparılırdı. Onların xüsusilə Fransada keçirilən tədbirlərin arxa fonunda hər zaman Böyük Ermənistan xəritəsi yer alırdı. Və bunlar sadəcə bir nümunədir və eyni zamanda Zaur müəllimin də qeyd etdiyi kimi bu təbliğat, təşviqat işləri daha qədim dövrə gedir çıxır. Onların Azərbaycan torpaqlarına, Türk torpaqlarına yerləşməsi və iddialar qaldırmağa başlaması dövrünə gedib çıxır. Xüsusilə Osmanlı dövləti vaxtilə mövcud olanda ki, orada yaşayan Türk toplumu içərisində yaşayan ermənilər orada ayrım seçkilik və özləri üçün bir dövlətçilik yaratmağa çalışırdılar. Böyük güclərin, o cümlədən də Fransa və Rusiyanın əli ilə. Və həmin dövrdə də onlar təbliğat aparırdılar. Daha sonra 20-ci ilin əvvəlindəki hadisələrdən sonra ki, daha çox köçdülər Fransaya və digər Avropa dövlətlərinə. Orada yaratdıqları təşkilatlar Hınçaq, Armenakan, Daşnaqsutunun təşkilatlanması, məsələ həmin dövrlərə gedib çıxır, 20-ci əsrin əvvəllərinə. Onlar saxta təbliğatlarını elə oradan başlayıblar. Və ondan da qədimə getsək, 1836-cı ildə Alban kilsəsinin Rusiya çarlığı ləğv elədi. Yəni ki, müəllimin də qeyd etdiyi kimi, yəni bir tarix silinirdi və bir tarixin əvəzinə yeni bir tarix yazılırdı. Hibrid müharibə deyəndə həmin dövrdə hibrid müharibə anlayışı olmaya bilərdi. Amma bu real olaraq informasiya çərçivəsində insanların beynində qəlbləşdirilən informasiyaların dəyişdirilməsi idi, kodların dəyişdirilməsi çalışılması idi. Biz ona hibrid müharibə deyirik. Biz termin olaraq formalaşır. Politologiya elmi 19-cu əsrdə yaranıb da, 1915-də yaranıb. 20-ci əsr yaranıb. 1905-də yaranıb termin kimi. Amma ona qədər politologiya termini var idi də. Terror termini məsələn Fransada yaranıb. Amma ona qədər terror var idi. Terror var idi də. Yəni ki, hətta eramızdan ilkin illərindən bəri terror məsələn qədim tarixə istinad etməyə ehtiyac yoxdur. Amma ki, yəni ki, müəyyən anlayışlar tarixən olubdur, mövcud olubdur. Lakin onun terminologiya formasını alması müasir dövrümüzdə 20-ci əsrdə beynəlxalq münasibətlərin inkişaf etməsi ilə yeni dövrdə yeni terminlərin, yeni texnologiyaların inkişafı ilə yeni hücum metodlarının yaranması ilə bir yeni şəkil alır və biz bu şəkil alan yeni formatlara reaksiya, əks reaksiya olaraq formalaşır müəyyən strategiyalar. Lakin bu demək deyil ki, həmin dövrlərdə mövcud olmayıb. Müəllim çox doğru onu vurğuladı ki, hər zaman tariximizi dəyişdirməyə və hətta Sovet dövründə belə vahid Sovet xalqı formalaşdırılmağa çalışırdı. Çarlıq dövründə Azərbaycan kimliyi itirilməyə çalışırdı. Tatar adlandırırdılar Azərbaycanlıları. Yəni ki, bunlar əslində tarixən formalaşa gələn mərhələlərdir ki, Azərbaycana hücum olunurdu. Azərbaycan kimliyinə qarşı, milli kimliyinə, dəyərlərinə. Bizim əsas vəzifəmiz bu günləri öz kimliyimizi, tariximizi, əsas istinad nöqtələrimizi bilərək, qoruyaraq onları gələcək nəsillərə ötürmək və eyni zamanda müasir texnologiyaların da üsulu ilə ölkəmizə qarşı həyata keçirilən müasir hibrid hücumların qarşısını almaq üçün yeni strategiyalar, yanaşmalar formalaşdırmaqdır. Məsələn, bəli, Şəhla xanım çox gözəl qeyd edir, Böyük Ermənistan xəritəsi. Biz İtaliyada olan birisi biz Kolizeyin örnək erməni xəritəsi. Biz sübut elədik ki, bu xəritədəki erməni sözü erməni meri tərəfindən 60-cı illərdə əlavə olunmuşdur. Ona qədər belə bir xəritə olmayıbdır. Biz sistem tapdıq ki, ermənilər xəritəni harda azaltdırırlar. O mərkəzin özünü tapdıq. Və bugün o mərkəzin özünü də sübut eləməyə çalışıb. Dəfələrlə mən bunu sosial şəbəkədə də yaymışam, mətbuatda da çıxıb bu xəritə hazırlatdılar xüsusi. Biz sübut elədik ki, erməni tarixi əslində qalsa Hindistanda nəşriyyatda, Cənay nəşriyyatında hazırlanmış kitablardır ki, dünya kitabxana göndərilir. Biz ölkəmiz olaraq, alimlərimiz olaraq sübut elədik ki, o xaçqarlar əslində qalsa sonradan mücadilər. Bəs Qarabağ müharibəsindən azad olunmasından sonra xaçqar şeyləri. Biz sübut elədik ki, ermənilərin tarixi şəxsiyyət dedir, nə Movses var, nə Xorenatsi var, nə Kalantiklu var. Bunlar belə bir adamlar yer üzündə yoxdur, olmayıblar. Bunlar sadəcə kilsənin uydurduğu personajlardır, kilsəni yaratdır. Biz erməni kilsələrini sübut elədik ki, erməni kilsələri bu formada deyil, onlar saxta Alban kilsələrini erməniləşməyə çalışırlar. Bugün biz Qarabağa getsək, elə Suqovuşan arasında 7-8 dənə Alban kilsəsi var ki, ermənilər orada saxta üsullarla, kurslar üsullarla xaç əlavə eləməyə çalışsa da biz sübut edirik ki, bunun tarixi nədir? Yəni biz bunu bilirik, dünya bunu göstəririk. O deməkdir ki, biz əli boş durmuşuq və
ancaq problemi deyirik. Biz cavablarını veririk. Hətta beynəlxalq mən məsələn bu gün Cənubi Amerikada erməniləri susturacaq bir lobbi sistemi qurmuşam. Amerikada, Avropada bu sistem gedir. Var, dövlətimiz bu işi aparır. Məsələ bu gün necə eləmək lazımdır? Qarşı necə almaq lazımdır? Məsələ budur ki, biz ona aldanmayaq. Birinci məsələ nədir burada? Birinci məsələ sosial şəbəkələrdə ehtiyatlı olmaq lazımdır. Məsələn, bu gün biz 44 günlük müharibədə gördük ki, ermənilər Azərbaycan profilləri ilə fake xəbərlər yayılır. 1800 adam öldü, 5000 adam öldü və bu ermənilər təkcə deyirlər. Bu ermənilərlə yanaşı olaraq çox ümumi olmasa da kiçik bir azsaylı xalqların nümayəndələri, hansı ki onların təsirinə düşüblər, İranın, Rusiyanın və digər ölkələrin təsiri altındadılar və məhsəb qurbanı olan insanlardılar ki, onlar savadsız insanlar da təsirə düşürlər, hesab edirlər ki, bu belə də olmalıdır. Yalandan xəbər yayırlar, fake xəbərlər yayırlar. Hətta bilirsiniz ki, Laçın dəhlizindəki eko-aksiya vaxtında Dövlət Təhlükəsizlik Xidməti bir xanımı da tutdu. O xanım can uşaq idi, bilmirdi, başı çıxmırdı. Elə bilirdi ki, bunu informasiya verən bunu miqrasiya aparacaq, Avropaya aparacaq. Erməni general polkovnik imiş. Yəni, bilirsiniz, xaricə iş təklifi altında, məsələn, bugün cəmiyyətin bəzən xaricdə iş şirkətləri adından gənclərimizin beynini yuyurlar ki, məsəl üçün də biz sizi xaricə gətirəcəyik, biz sizi işlə təmin edəcəyik, amma siz bunu bizim üçün edin. Yəni, kiçik bir hərbi hissənin yerinin göstərilməsi hibrid müharibədə uduzmaq deməkdir. Və yaxud da gedib hansısa metronun içində şəkil çəkib paylaşmaq, bu hibrid müharibədə uduzmaq deməkdir. Bizim gənclərimiz bunu başa düşmürlər. Elə bilirlər ki, bu şirkətlər, bu təşkilatlar, bu qurumlar bunlara xoş söz deyirlər. Məsələn, hətta görürsən, fiziki şəxs kimi xaricdə iş, xaricdə təsir adı altında gənclərimizin beyni yuyulur. Və yaxud da deyək ki, TikTok sosial şəbəkəsində Azərbaycanda çox üzr istəyirəm, qeyri-cinsi insanların təbliğatı gedir və onlara çox böyük miqdarda pullara ayrılır ki, onlar cəmiyyəti göstərsinlər ki, bax sizin şəhidləriniz, qaziləriniz orada can verib, amma baxın kef edən kimlərdir. Onların yaşayış tərzinə baxın. Onu sosial şəbəkələrdə o kimlərsə, hansısa sehirli əllər Azərbaycanda gündəmdə, məsələn, bugün qazi oturur, canlı asır, 5 nəfər baxmır, amma hansısa bir qeyri-orientasiyası olmayan və yaxud da yüngül əxlaqlı bir insan canlı yayında milyonlarla baxış əldə edir, milyonlarla həyat və onların həyatını gözümüzə soxurlar. Bəzən efirə gətirib çıxardılar onları ki, baxın efirdə bunlara həyatı budur. Çox üzr istəyirəm ifadəmə görə, sosial şəbəkələrdə o ailə dəyərlərinin sosial media yönümlü televiziya verilişlərində aparıcıların apardığı o sosial yönümlü uşaq məndən deyil, uşaq filan kəsdəndir. Bu da hibrid savaşdır. Hibrid savaşdır. Azərbaycan çox bunu deyəcəm xanım söyləyim. Amerika-Vyetnam müharibəsində hibrid savaşda necə qalib gəldi? Amerika sosioloqunun bir gözəl bir sözü var. Deyir ki, bir güllə bir nəfər öldürür. Bir informasiya 1000 nəfər öldürür. Hətta həmin sosioloq deyirdi ki, Amerika hökuməti oturdu, fikirləşdi ki, biz gedib hansısa bir şəxsə güllə atmaq əvəzinə istənilən bir ölkədə düşmən ələ keçməz ölkədə bir aparıcı 250 bir güllənin pulu qədər layihəyə verək, pul verək. O bizim o minlərlə insanı şikəst edəcək. Bugün o sosial verilişlərə baxan insanlar şikəstlər. Gənclər ailə qura bilmir, elə bilirlər ki, hər şey belədir. Bugün Azərbaycan tarixi ilə bağlı olan şeylər İranlaşdırılır, farslaşdırılır, erməniləşdirilir, ruslaşdırılır. Azərbaycanın deyək ki, gənclərinin sosial həyat tərzini Azərbaycanda çox kifayət qədər gözəl gənclərimiz var. Qarabağda olan gənclər oldular. Onlar da gənc olublar da. Amma bugün sosial mediada bəzi gəncləri elə formada göstərirlər ki, insanlara 25-ci kadr effektindən elə bir şeylər çatdırırlar ki, insanlar fikirləşirlər ki, hətta mən bir də gedib müharibədə döyüşməyəcəm, bir də belə olacam, qaçıb gedəcəm xaricə. Xeyr olan mən burada pis yaşayıram, TikTokda filan qeyri-orientasiyası insan 100 minlik maşın sürür və yaxud da varlı adamların bəzilərinin həyatlarını elə qabardırlar sosial media və televiziya vasitəsilə ki, insanlar fikirləşirlər ki, xeyr ola mən gedib əziyyət çəkməliyəm və beləcə də hibrid müharibə Azərbaycançılıq kimliyini, Azərbaycançılıq məfkurəsinə gətirib təsir edir və nəticədə də olur ki, bizim musiqimiz, bizim mədəni dəyərlərimiz, bizim milli dəyərlərimiz altdan alta əlimizdən çıxmağa başlayır. Siz fikirləşirsiniz, təkcə Novruz bayramını olanda nə qədər hibrid hücum oldu bizə? Novruz bayramını gözdən salmaq üçün. Amma getdilər bu Halloween bayramını efirə çıxartdılar, tanıtdılar, Camal küçədə buralardan şey çəkib baxırdılar. Nə deməkdir? Milli Novruz bayramının görsün necə sönük keçir neçə ildə. 5 ildən Novruz bayramı çox sönük keçir. Demək olar ki, sönük keçir. Amma yeni ildir, Halloweendir ki, belə tədbirlərə, beynəlxalq tədbirlərə daha çox qlobal şərait yaradılır, partilər verilir. Məsələn, bir də baxırsa ki, artıq Xocalı günüdür, hardasa parti verilir. Olmaz axı belə şeylər. Bu hibrid savaş milli mənəvi dəyərimizi əlimizdən almağa çalışır. Bu nöqteyi nəzərdən baxmaq lazımdır bu məsələyə.
Çox doğru qeyd edirdi Zaur müəllim ki, xüsusilə orientasiyası, o fərqli orientasiyaya sahib olan insanların müasir informasiya vasitələrində təbliğ olunması. Onların sadəcə informasiya vasitələrindən deyil, artıq insanlara birbaşa təmas halında. Mən ən son bir neçə tədbir, yəni xüsusilə dövlət himayəsində olan uşaqların məskunlaşdığı məkanlarda keçirilən bayram tədbirlərində ki, sosial şəbəkələrdə onlar paylaşılır. Şahid olmuşam ki, həmin o bəhs etdiyimiz orientasiyası olan müğənniciklər, yəni ki, orada tədbir aparıcısı olaraq və yaxud da ki, ifaçı olaraq və xüsusilə də dövlət müəssisəsində olan bir uşaqlara belə bir onların ora gətirilməsi, onların orada təbliğ olunması ki, mən bunu təbliğat adlandırardım. Məhz həmin müəssisələrin rəhbərliyinə qarşı müəyyən bir sorğuların aparılmasını da əslində vacib edir. Mən Şərəxan hesab edirəm ki, o insanların yaşamaq tərzi var, olsun. Biz etiraz eləmirik. Siz homofobsuz, nə mən homofobam. Biz cəmiyyət olaraq homofob cəmiyyət deyilik. Olsun o qeyri. Amma məsələ burada təbliğ olunmamalıdır. Təbliğ olunmaz. Yəni sosial mediada, televiziya, məsələn, açıq danışıqda mən baxıram bəzi şou proqramlar var, bu tipli insanları efirə dəvət edirlər. Qoy onlar öz həyatını yaşasınlar da. Biz onlara söz demirik ki, kim hansı orientasiyası yaşasın, azaddır. Bizim cəmiyyət azad cəmiyyət. Amma onu gətirib insanlara təbliğ eləmək ki, bax siz düz deyirsiniz ki, bax siz bu cür olsanız maşınınız olacaq, eviniz olacaq, bahalı həyat olacaq, qızıl üçün ödəyəcəksiniz, ən müasir texnologiyalar sizdə olacaq. Bu təbliğatdır. Bunun hibrid müharibədir. Məsələn, Avropada, Hollandiyada bu yaxın ərəfələrdə 2025 il səhv etmirəmsə bir qanun təklif olundu ki, onların parlamentlərindəki uşaqlar erkən yaşlarından özlərinin cinsi orientasiyalarına, seçmə azadlıqlarına sahib olmalıdırlar. Yəni, məsələn, qız olaraq dünyaya gəlir, lakin özü seçir ki, indi mən qızam, yoxsa oğlan. Belə bir qanunun təklif olunması, bunların parlament səviyyəsində bunun təsdiqlənməsi Avropanın artıq bu dəyərləri nə dərəcədə mənimsədiyini göstərir. Hamısına da aid olmasa da bəziləri mübarizə aparan, bizə Macaristan bir qədər çalışırdı, düzdür, Orban dövründə xüsusi aktiv idi bu və yaxud da ki, Polşada müəyyən qədər çalışırlar, özlərini qorusunlar, çünki onlar da bir fərqli yanaşmaları da var. Ümumilikdə onların dünyaya təbliğ etdikləri əslində ideyalar bunlardır. Yəni bir çoxları tədbirlər keçirilərkən digər ölkələrdə məhz bu məsələlərin də təbliğinə yol verirlər. Eyni zamanda öz hesabatlarında da məhz bu aspektdən də ölkəmizi hədəf almağa çalışırlar. Təbii ki, bu da hibrid müharibənin bir çərçivəsində də bir nöqtəsində də bu məsələ dayanır. Lakin ümumilikdə ölkəmizə qarşı olan hibrid təhdidlər daha geniş spektr əhatə edir. Xüsusilə də müəllim düz vurğuladı ki, xüsusi tədbirlər ərəfələrində milli yaddaşın itirilməsi məsələsi çox diqqət cəlb eləyir. Həm həssas məqamlarda başqa yönləndirilir informasiya məkanı, yəni insanların fikirləri başqa məsələlərə daha çox yönləndirilməyə çalışılır. Bu xüsusilə milli əhəmiyyətli hadisələrdə daha çox qabarıq özünü büruzə verir. Məsələn, ölkəmizdə keçirilən böyük tədbirlər zamanı ümumilikdə bir hücum axını olur. Bu COP29 dövründə də olmuşdu. Xüsusilə eyni zamanda bu ən son keçirilən ölkəmizdə Avroviziya vaxtında olmuşdu. Ən son şəhərsalma qlobal forumu keçirildi Bakıda bu fon üçün. Onda da biz bunu müşahidə elədik. Bu həm informasiya çərçivəsi məkanında olan müxtəlif saytlardakı məqalələr, sosial şəbəkələrdəki axımlar, hashtagli axımlar və s. və eyni zamanda müxtəlif adını çəkdiyim bəzi ölkələrin, məsələn Niderland, Belçik, Benelux ölkələrini mən burada xüsusilə aktiv qeyd edirdim. Çox maraqlıdır ki, onların Fransa ilə xüsusi bağları var və danılmazdır ki, sübut ediləcək faktor deyil, amma danılmazdır ki, bunlar ciddi şəkildə Fransanın təsiri altında olan ölkələrdir və onların da bu kampaniyaların aparıcı yəni önündə getmələri, ölkəmizə qarşı qətnamələr, çağırışlar Avropa Parlamenti çərçivəsində və s. qəbul olunması bu məsələnin nə qədər kritik olduğunu göstərir. Xüsusilə artıq qeyd etdiyim kimi ölkəmiz üçün həssas məsələlərdə onlar daim işə düşürlər. Sanki onların bir yəni ki, təqvimlə işləmək bacarıqları sanki daha yüksəkdir. Yəni biz öz təqvimlərimizi məsələn milli əhəmiyyət kəsb edən təqvimlərimizlə daha az işləyirik, nəinki onlar. Onlar bizim milli əhəmiyyət kəsb edən təqvimlərimizə gündəmi dəyişməyə çalışırlar və bu məsələdə mütləq şəkildə dövlət siyasəti təşkil olunmalıdır və düşünürəm ki, bu istiqamətdə strategiya yavaş-yavaş da olsa formalaşır. Məsələn, kiber təhlükəsizlik agentliyi yaradıldı.
Düzdür, məhkəmə mərkəzi olaraq Ürümçidə artıq formalaşır da, artıq agentlik formasında inkişaf etdirilir və eyni zamanda məsələn süni intellekt nəzərə alsaq ki, deepfake-lər yaratmaqda, insanların fikirlərinin, beyinlərinin manipulyasiyasında yeni texnoloji imkanlar ortaya qoymaqdadır və Azərbaycan da süni intellekt strategiyası bu çərçivədə artıq 2025-ci ildə qəbul edildi və bu strategiyalar, kağızlar, yəni yaxşıdır, amma onun əməli işə və real praktikaya tökülməsi daha vacib daşıyır. Əlavə eləmək olar. Vaxtımız var deyək ki, 5 dəqiqə. Christopher Nolan var, dünya şöhrətli həm aktyordur, həm rejissordur. Bir təzə film çəkir, bu günlərdə efirə çıxacaq, Odyssey filmi. Odyssey filmində Axilles birisi də dünyanın məşhur bir Yunan şahzadəsi oldu. Axilles obrazının... Sarı qızı qara aktyor. Yox, Yelena'nın qara rəngli olması, Axilles obrazında transgenderin oynaması Yunanistanı əks qaldırıb. Bütün Yunanistan, mədəniyyət, hər şey, hətta dövlət səviyyəsində etiraz olunub ki, Hollywoodda bu transgender obrazı orada olmasın. Napolyon qədər Fransada çoxlu insanlara öldürən, hətta girib kilsənin içərisində kişiləri öldürən diktator olmayıbdır. Amma Fransada onun başlandı, heykəllərini qoydu. Çingizxan dünyanın 3-dəki bir hissəsini qırıb, amma Çingizxana Moğolistanda böyük bir abidə qoplar. Əmir Teymur qədər Özbəkistana zərər vuran, amma bugün onun məqbərəsi qorunur. Amma hibrid müharibə niyə məhz onlar yox Azərbaycanda? Şah İsmaillə bağlı, Nadir Şahla bağlı, Həsən Padşahla, Qara Yusiflə bağlı, Tomrislə bağlı. O qədər saxta hibrid müharibələr aparılır ki, təsəvvür edin ki, saxta süni intellektlə siz bəhq edirsiniz, sənətlər düzəldirlər o sübhə. Güya Şah İsmail Xətai sünniləri qırıb, Fərrux Yasarın qəbrini dağıdıb. Amma elm sübut edir ki, 75-ci ildə, 80-cı illərdə bütün dünyanın alimləri gəldilər, Şirvanşahlarda araşdırma apardılar ki, heç bir Şirvanşahın məzarı toxunulmayıb. Hamısı qaydasındadır. Və yaxud da Şah İsmail dəstəsi adam yəni olmayıbdır. Şah İsmail sünniləri öldürməyibdir. Və bu hibrid müharibə yeganə bizim xalqdır ki, hibrid müharibənin qurbanı tez olur. Çünki bu məsələdə erməni lobbisi ölkəmizə qarşı erməni lobbisi demək. Bunun içində olan bizim özümüzünkilər də belədirlər. Məzhəb qurbanı insanlar elə təbliğat aparırlar ki, sanki Babək bunları atalarını öldürüb. Ərəb məzhəbçiliyi, Türk məzhəbçiliyi, Osmanlı məzhəbçiliyi elə bir cəmiyyətdə oturub ki, insanın öz tarixi şəxsiyyətlərindən nifrət edir. Dünyanın heç bir ölkəsi Rusiyada belə bir şey yoxdur. Napolyonu fransızlar sevir. Çingizxan tarixi şəxs olan prosesləri gündəmə gətirir. Elə bil ki, bunların dədələri, nənələri o vaxt yaşasaydı başqa şey ola bilərdi. Hətta mən o gün bir tədbirdə biri çıxıb deyir ki, Cümhuriyyət İrəvanı verəndə mənim babamdan gəlib soruşmadı ki, sən baban kimi olub? Fəhri olub da, rəncvar olub da. Cümhuriyyət Məmməd Əmir Əsədov Bakıdan durub gəlib Qərbi Azərbaycan səndən soruşmalıdır ki, ay Məmməd kişi, biz İrəvanı verməsin. Siyasi prosesləri çox hibrid müharibənin səsə beyinə yeridilər və insanlar öz dövlətini, öz millətini nifrət etməyə başlar. Siz təsəvvür ki, Novruz bayramı ərəfəsində Kosa ilə keçəli elə bir obrazda təhqir edildilər ki, cəmaət onları Novruz bayramına ilgənməyə başlayırdı. Gənclər arasında beyində belə bir şey yaradılır. Hələ onu qoyduq qırağa. Hər şey qoyduq qırağa da. Tariximizi qoyduq qırağa, mədəniyyətimizi qoyduq qırağa, hər şeyimizi qoyduq. Bugün qazilərə qarşı hibrid müharibə aparılır. Şəhid ailələrinə qarşı müharibə aparılır. Bir qazinin elədiyi hərəkətə görə dərhal o sistem siz deyir ki, təqdim işə düşür. Bir qazi deyək ki, xəstədir, əsəb xəstəsidir, müharibə görübdür və səhv bir söz deyir, səhv bir hərəkət edir. Dərhal bütün qazilər hədəf alınır. Bir şəhid anası bir səhv eləyir, bir şəhid ailəsi bir səhv eləyir. Olur da həyatdır. O şəhidin günahı deyil ki, insan sığortalanmır ki, hər şey hər zaman yaxşı olacaqdır. Bir şəhid anası qəfildən bir söz işlədir. Dərhal həmin o hibrid sistem işə düşür. Şəhid ailələri hədəf alınır. Hansısa bir qazi marketin üstündə qazi yatıb. Dərhal hibrid müharibə işə düşür. Qazilər qudurublar, qazilər ağ ediblər. Sən bunu niyə ümumi götürməyə çalışır? Bu hibrid müharibə bizdə ümumi olaraq müharibə aparır. Məsələn, bugün Avropa parlamentdə müzakirə olan məsələlərdən biri, çıxmasından biridir ki, siz qazilərə qarşı deyil, şeylərə qarşı deyil, artıq hərəkət edirsiniz. Nəyə insan hüquqları pozur? Nəyə insan hüquqları pozur? Bir qazinin bir razıyam bir dövlət borcludur qaziyə yardım eləmək. Borcludur və onun borcudur hər kəsin də o qaziyə yardım eləmək. Şəhid ailəsinə hər kəsin borcudur. Ancaq bir qazidir də maşın üstə qazi yazıb gedir. Yol qaydasını pozub. Bunu bütün qaziləri şamil etmə mənası nədir ki? Və yaxud da bir şəhid ailəsi bir sögü, və yaxud da onu qoyaq qırağa müharibə, 44 il müharibə ilə bağlı. İndi deyək gedirsiniz Qarabağa, tikinti baş verir, filan şey baş verdi. Dərhal bütün cəmiyyət fokuslanır həmin proses ki,
Xüsusilə böyük qayıdışın diskreditasiyası Biz çox xüsusilə xoşbəxt, aktiv hibrid biz çox xoşbəxt olmalıyıq ki, bugün torpaqlarımız bizdədir. Biz bunun xoşbəxt yaşamalıyıq. Bugün ki, Bakıda tikilən evlərdə və yaxud da tikilən ev, mən özüm məcburi köçkünəm, Ağdamlıyam, mən bu sözü cəsarətlə deyirəm ki, mənim bugün tikilən Bakıda gün hamısı su verdilər. Deyil, əlbəttə. Bugün su basanda Bakının yarısı suyun altında qaldı. Dövlət deyək ki, evlər tikmişlər də, orada da belə elə tikir. İndi olur da kimsə yeyinti eləyirsə, bunu ümumi olaraq cəmiyyətin Qarabağa qayıdışın hədəflənməsini vurmaq olmaq lazım deyil axı. Cəmiyyətin gözünə nə qaçır ki? Mən şəxsən deyirəm, mən heç ev də verməzdim. Mən torpaqda da gedib özüm orada qurub yaşayam. Bu sözü demişəm, deyəcəm də. Sağ olsun dövlətimiz ki, torpaqlarımızı aldı, qaytardı. Ordumuz sağ olsun. Bizim orada bir tikintiliyə razıyam ki, yeyinti var. Biz o yeyintiyə qarşı, korrupsiya qarşı mübarizə aparmalıyıq. Amma bir kütləvi olanda razıyam. Bir şeydə ki, bir evdə və yaxud da iki evdə və yaxud da üç evdə qüsur çıxırsa, bunu kütləvi eləməyə ehtiyac yoxdur. O gün Zəngilanda bir xanım var, TikTokda səhifəsi var. Çox gözəl videolar paylaşır. Hadutda gözəl videolar paylaşırlar. İnsan çətinliklə yavaş-yavaş o hər şey adaptasiya olacaq da. Deyək ki, mənim evim, mənə Ağdamda ev verildi, qapısı qırıldı. Qapı qırıldısa, bunu mən faciə çevirməli deyiləm ki. Yağış, su sel gələndə göstərdi ki, Bakının ən prestijli yerlərində də belə evlər suyun altında qaldı. Mən hesab edirəm ki, hibrid müharibənin qurbanı olmayaq, bir-birimizi başa düşməyə çalışaq. Avropa parlamenti, Avropa ölkələri burada bundan istifadə edirlər. Sosial şəbəkələrdə belə şeylərdən istifadə edib bizə qarşı qoyurlar. Və mədəniyyətimizə qarşı qoyurlar, musiqimizi qarşı qoyurlar. Musiqimizi ermənilər uğrayır, biz söz deyə bilmirik. Çünki nəyə görə ki, onlar dərhal sülh konsepsiyası ortaya çıxır ki, sülh konsepsiyasıdır. Biz etiraz edirik ki, niyə belədir? Dərhal o Fransadan, Rusiyadan IP-lər var. Biz onu görürük də, biz IP-ləri görürük. Heç onun haqqda olan Azərbaycanlı da deyil. Başlayırlar ki, sülh, qardaşlıq, nətər? Təzə atalar sözü yaradıblar. Çoxdan var amma təzə, səni daşla vuranı aşla vur. Belə terminologiya altında hibrid müharibə aparlar. Şəhla xanım bizə, Yusuf bəy bizə. Və tamaşaçılardan xahiş edirəm, TikTok sosial şəbəkəsində əgər bir neçə nəfərin elədiyi hərəkət, yaxud da hansısa bir qazinin dediyi artıq söz, bu ümumi cəmiyyətə aid etmək lazım deyil. Hamı belə deyil. Biz düşmənə qarşı birləşməliyik, fikrimiz bir olmalıdır. Bizim düşmənin təsirinə düşüb bir-birimizə düşmən olmalı deyilik. Bəli. Beləliklə, əziz dostlar, dəyərli izləyicilər, daha bir maraqlı müzakirəmizin sonuna gəlib çatdıq. Qeyd edeyim ki, bir daha bugünkü verilişimizin dəyərli qonaqları Beynəlxalq münasibətlər üzrə şərhçi, hörmətli Şəhla Cəlilzadə, tədqiqatçı alim, hörmətli Zaur Əliyev idi. Bir daha hər ikinizə təşəkkürümü bildirirəm, minnətdaram, vaxt ayırdınız, iştirak elədiniz, öz dəyərli fikirlərinizi tamaşaçılarımızla bizimlə bölüşdünüz. Dəyərli dostlar, son olaraq bir qeydi yenidən diqqətinizə çatdıracağım ki, bu televiziya verilişi Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində hazırlanmışdı və bu televiziya verilişində əks olunan fikir və mülahizələr müəllifin özünə aiddir və Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər. Yenidən görüşmək ümidi ilə sağ olun, salamat qalın.